Semira, dur get əlizvi yuq. Su çirklidir. Dur get əlizvi yuq. Su çirklidir. Əvvəlcə əlizvi yuq. Əynini də geyin, özləməli başlı. Keç görüm. Tez ol, üşüdüm. Dinç dur. Siz dahi böyümüsünüz. Gəl görüm. Bu əlimdən yox. Yaxşı, bağışla. Gəl mənə kömək elə. Ana! Məyə təzə də şey almaq olmaz. Bura itin tükü tökülüb, sidiyi hopub. Adam laf iyi verib iylənir. Sən özün iylənirsən. Nə? Sən özün iylənirsən. Ana, mən doğulanda necəydim? Bir tikə mundar ət kimi. Bəsdir Benina. Bəs boydan necə? Hündür idin? Bax. İnanmıram. Bəs Benina necə idi? Mən həmişə hündür olmuşam. Doğulanda da ondan sonra da. Bir yaxşı, bəsdir, qutarım. Heyrətamiz şeydir. Mən bunu dəfn mərasimində oxutacam. Dəfn mərasimin nə vaxtı? Nə vaxt öləcəm? Onda. Söndürmə. Qutardı. Bir dəfə də qulaq asaq. Bax, nə? Yenə qulaq asaq. Sus! Sən öz dəfn mərasimində necəysən? Heç. Qırmızı yıqqa. Dedim ki, heç nə. Lüt olacaqsan. Hə! Mən tamamilə lüt olacam. Çünki Allahın huzuruna lüt getməyə lazım. Sən bu güzgəni eləmsən? Heyf! Gərək atamız səni bu sir sifətdə görəydi. Hansı atamız? Bizim bir atamız var da, bilirsən necə məyus olardı. O ölüb. Odur ki, məyus olub olunmağının o qədər də əhəmiyyəti yoxdur. Sən nereden bilirsən? Nəyi? Onun ölüb ölməm. Bəlkə yaşayır. Ölüb, əlbəttə ölüb. Bəlkə o qayıdacaq. Qayıtsaydı o günə görə qayıtmışdı. Amma mənə elə gəlir ki, o qayıdacaq. Özdə necə gedibsə elə o cür. Cavan. Cavan? Hə, müharibədən əvvəl olduğu kimi cavan. Semirəy başa sal ki, o ölüb. O qayıtmayacaq. O həqiqətən ölüb. Bilmirəm. Axı sən nə düşünürsən? Bəs səncə mən nə düşünməliyəm? O nə vaxt ki qayıdacaq, o vaxt öləcək. O qayıtmayıb, ay axmaq. Düzdür, qayıtmayıb. Amma ola bilər ki, biz özümüzü elə apara bilərik ki, sanki o hal-hazırda burada yoxdur. Hə, bəlkə də o indi İtaliyada yaşayır. Varlı turistlərə baxalı prokat şezlonq verir. Nəsə, ümid eləyirəm ki, o qayıdacaq. Bəlkə də indi onun təzə, cavan, gözəl bir arvadı var. Təzə 2 uşağı var, bir də təzə iti var. Yaxşı, bəsdir. Gedin su gətirin. Mən səhər tezdən gətirmişəm, indi onun növbəsi. Gətirmək istəmirəm. Niyə? İstəmirəm, nə istəmirəm. O qədər də qorxulu deyil. Sən də onunla get. Yoxsa gətirdiyin yarısını yolda dağıdacaq. Mən səhər dedim ki, səhər tezdən gətirmişəm. Mən qorxuram. Gərək onda özüm gedim, hə? Hə, əlbəttə sən almasan, getməlisən. Əgər onlar nəsə eləmək istəsələr, bura gələrlər. Burada eləyərlər. Onlara sizin kimi heç nə yoluxmamış gicbəsərlər lazım. Bəsdir Benina. Düz deyirəm də. Siz su gətirəcəksiniz ya yox? Səni zorlayırlar, sonra da sifətinə tüpürürlər, gedirlər. Yadından çıxartma ki, o uşaqdır. Uşaqdır. Hə, uşaqdır. Hə, onların uşaq. Bəs səncə Heç nə, sadəcə düşün. sən mənə kömək eləyəcəksən ya yox? Bəs mən sənə kömək eləmirəm. Mən sənə kömək eləmirəm. Yaxşı Benina. Mən sənə kömək eləmirəm. Aydındır. Mən sənə Bağışla kömək məni. eləmirəm. Kömək Yaxşı, eləmirəm. Yox. Əgər mən istəsəydim çoxdan uzaq bir yerə girərdim. Məsələn, Almaniya burada qalıb sizi ilə ağız bağıza verməzdim. Əgər mən istəsəydim, əgər təkcə özüm haqqında fikirləşsəydim çoxdan gedərdim. Kimin olur olsun. Deməli belə, hə? Hə, belə. Sən ki Alman dilini bilmirsən. Heç nə olmaz, itib batmaram. Bir iki kəlmə bilirəm, bəsimdəm də bildim bilmədim. Nə fərqi var? Bəs orada nə iş görəcəksən ki? Burada nə iş görürəm? Orada da o iş görəcəm. Dünən bir nəfər mənə Münhenə getməyi təklif elədi. Orada böyük bir mülkü var. Mercedes istehsal edən müəssisənin direktorudur. Maşında televizorda var idi. 2 filmə baxdıq. Əvvəl birinə, sonra birinə. Müharibəyə aid. Orada bir-birinə bənzəyən, heydən düşmüş kişilərin saxlandığı düşərgəni göstərirdilər. Bəlkə elə atam da onların içindəydi. Sən gedəcəksən? Hə? Deyirəm Almaniyaya gedəcəksən.
Bilmem. Onda öz ədyalı verərsən də mənə. Sən nəyə görə dayı mən ana demirsən ki? Əgər mən nə vaxtsa sizin hansınıza lazım olsam, bax onda yox. Bu ola bilməz. Bu mənə. Yox. Mən qayıtdım. Bu ola bilməz. Siz burada ne iş görürsünüz? Sənə nə lazımdır? Doğrudan mı hamı? İlahi. Heç aklıma da gəlməzdi. Ne? Yox. Yox. Ağlına da gelmezdi ki ben qaydaram. Bu nə ayaqqabıdır geyinmirsən? Bana stul verin. Uzaktan gelirəm, biraz oturup. Siz, kızlar hardadır? Onlar sağ salamatdır. Onlar buradadılar ki. Harda da onlar? Çoktan evde olmamışım. Deyəsən 2 ildir. Mən elə fikirləşirdim ki, heç ağlıma da gəlməzdi ki, səni yenidən sağ salamat görərəm. Amma sən burada, gözümün qabağındasan. Deməyə söz tapmıram. Ne deyə bilərsən ki? Mən elə fikirləşirdim ki, sən heç vaxt qayıtmayacaqsan. Ama mən qayıtdım. Onlar hardadır? Semira, Benina. Onlar buradadılar. Ha, qəfildən yox, həyəcanlanırlar. Onlara de ki, atanız sağ salamatdır, qayıdıb. De yanıma gəlsinlər, mənlə görüşsünlər. Onlar sənə baxırlar. Gəl sənin yanına. Yox. Qorxma, gəl. Gəlin yanıma. Salam. Semira, Yox, mənəm Benina. bu sənsən? Hə, mənəm. Kızım. Bu nedir? Heç nə. Üzündə ne var? Heç nə yoxdur üzümdə. Bəs bu nedir? Kremdir, krem. Yalan deyir, pomadadır. Get özünü yığ. Pomadan onu bağışlayır. Özüm almışam. Get yox. Sən kifayət deyilsən. Bu elə belə panadadır. Qızlar dodaqlarını boyuyurlar. Mənim qızlarım boyamamalıdır. Fahişələr dodaqlarını boyayarlar. Get özünü yığ. Mənim dodaqlarımda heç nə yoxdur. Yaxşı, gedin su gətirin. Yəqin, sən acımsan, hə? Mən burada olmayanda nə ilə məşğul olmuşsunuz? Çalışmışıq ki, sağ qalaq. Hiss olunur. Sənin gözlərdə nə olub? Mənim gözlərimə nə olub ki? Sən bizim üzümüzə baxmırsan. Nə olsun? Əsas məsələ odur ki, mən qayıtmışam. Sən kör olmuşsan. Hər şey qaydasındadır. Mən neyniyim, hə? Soruşma, heç nə soruşma. Bəlkə gözəl günlərin birində Allahın köməyi ilə gözlərim açıldı. Bəs sən bura necə gəlib çıxdın? Bəlkə də sən istəmirdin mən gəlib çıxım. Sənə kimsə kömək elədi? Mənə kim kömək eləyəcək ki? Mənə kim kömək eləyəcək ki? Sən kör olmuşsan, yağlı itirmisən. Sən sevinmirsən ki, mən sağ salamat qayıtmışam? Sevinmirəm. Mən nəyə sevinməyəcəm ki? Kimdir? Mənəm. Semira, Hə, ehtiyatlı ol da. istəyirdim ki, səni qucaqlayım. Ehtiyatlı ol. Mən bilmədim o bu sənsən. istəyirdim. Yaxşı, gəl. Kızım. Aferin. Sənin üzündə o zibildən yoxdur. Mən elə uşağam. Çox gözəl.
Gülümsə. Yaxşı, Sevin. yaxşı. Sən sevinmirsən? Yox. Yalnız gicbəs bilmirlər. Sən neçə yaşın var? 13 birazdan olacaq. Sənin elə 12 yaşın var. Düzdür, amma birazdan 13 olacaq. Mayda! Hə, 7'si mayda. Gel. Sen ne yaman ağırlaşmışsan. Diyesen seherler çok yersen ha? Yox, Mesela bugün seher ne yemişsen? Allah verəndən. Ama indi arıq olmaq təbdir. Hə, düzdür. Sən indi görmürsən. Sən heç vaxt görməyəcəksən. Onu Allah bilir. Niyə görə? Ona göre. Sən indi məni görmürsən. Yok ben seni görürüm. Doğrudan? Hə. Necə? Lap yaxşı. Əvvəllər gördüyüm kimi. Yəqin səni əvvəl necə görüb səni də xatırlayır. Yox, ona görə ki, mən gözələm. Yaxşı. Gedin su getirin ki vaxtında yiyə bilək. Sən də bizi nə yeyirsən? Niyə o bizinə yeməməlidir? Qorxursan yemək hamımıza çatmaz. Gəlin görək. Yox, mən gəlmirəm, atamda qalıram. Yok gel. Gel. Ben artık kayıtmışam. İnden böyle bir yerde olacağıq. Yaxşı, bəs bu nədir? Gəlin də lənət şeytana. Nə qədər demək olar. Sen özün necəsən? Mənsiz darıxırdın mı? Gözlərimi həkimə göstərmisən? Sen ne danıştığını bilirsən. Oralarda həkim nə gəzir? Yaxşı, bəs indi sən nə yeyəcəksən? Sen elə bilirsən mən istirahətdə olmuşam. Mən olduğum yerdə adamlar nəcislərin yer istədiklərini içirdilər. Doğrudan? Və sən nə bilirdin? Danış. Nə danışım? Necəsiz? Necə yaşayırsınız? Bəs sən necə təsəvvür edirsən ki? Hər halda indi asan olar. Havalar qızıb. Nə deyim? Ev eşinə gündədir. Özün görmürsən? Yeməğiniz bəs eləyirdi. Əgər bəs eləməsəydi çoxdan acından gəbərmişdik. Sən çox arıqlamısan. Hə, yəqin elə olar. Son vaxtlar torpaqda nə tapırdıq, onu da yeyirdik. Biz asfalt düzəldirən zavodda işləyirdik. Əvvəllər. Sonra da bizi tırtırlı traktorlar düzəldirən zavoda apardılar işləməyə. Biz həyətə tökülmüş asfalt qırıntılarını çeyniydik. Fikirləşirdim evə qaydaram, canım bir yolluk qutarar. Sen haradasın? Buradayım. Orada ne inirsən? Heç nə dayanmışım. Bəs niyə elə uzaqda dayanmışsın? Mən uzaqda döyürəm ki, burada yaxındayım. Aydındır. Dam ne gündədir? Dammır ki. Yağış olmayanda damır. Heç dammır. Yox, bir neçə yerdən. Mətbəxdən bir də yataq otağından. Mən də elə onu soruşuram da. Amma bir neçə aydır ki, yağış yağmır. Hə, deməli qurudur. Hə. Təhcə işığımız yoxdur, onda söz veriblər ki, 1-2 aydan sonra düzəldəcəklər. Hə, onların elə boş-boş danışmağı var. Sen buradasan? Hə. Mən elə gəldi sən getmisən. Yox, Mən elə gəldi sən tərpəndin. yox, tərpəməmişim. Baxaq görək, damı bir təhər düzəldə bilərik. Bu elə də təcili deyil. Onlar məscidi park ediblər. Park ediblər. Hə, maşınlarını, motosikletlərini orada saxlayırlar. Onlardan bundan artıq nə gözləmək olar ki? Ata! Ata! Hə, güzel. Mən sənə gül gətirmişəm. Ağ rəngdədir, gözəl ətri var. Sağ ol. Biz su da gətirmişik. Ver içim. Hə. Aferin. Aferin. Sağ ol. Bəs birdən səni heç vaxt görmədim. Onda necə yaşayacaqsan? Mən ona kömək eləyəcəm. Mən ki dəyişməmişəm. Hə, mən sənə kömək eləyəcəm. Birazdan mən özüm hər şey eləyə biləcəm. Ata, mən böyüyənə kimi sənə qulluq eləyəcəm. Hə. Şərif hanı?
Hardadır? Yoxdur, o birlər kimi. Bəs İsmail? Bəs Marko? İvan? Hə? İvan? Hə, İvan, niyə sürsən? Yəqin hardasa gizlənir. Sən nəyə görə belə deyirsən? O elə də tanımıram. Yox, o... Mən bilmirəm. Biz onu sonuncu dəfə yeni ərəfəsində görmüşük. Hər halda ölülər xatırlamırlar başlarına nə gəlib, necə ölüblər. Bunu biz yadda saxlamalıyıq. Dirilər. Onları aparanda güclü qar yağırdı və dərhal da ayaq izlərini örtürdü. Siz niyə ölmədiniz? Sağ qaldınız. Cavab ver. Niyə ölmədik? Hə, niyə ölmədiniz? Sağ qaldınız. Bunu məndən niyə soruşursan ki? Bəs kimdən soruşur? Allahdan soruş. Allahdan? Hə, Allahdan soruş. Ondan niyə soruşmalıyam? Ondan soruş. Mən səndən Mən soruşuram. sənə nə deməliyəm ki? Mənə görə yaşamaqdan ölmək yaxşıydı. Danışma! Amma mən ölmədim. Danışma! Heç nə danışma! Mən dincəlmək istəyirəm. Mən evdə olduğumu hiss eləmək istəyirəm. Evdə olduğumu. Kimdir? Mənəm. Məni rahat bırak. Mənim səndə işim yoxdur. Paltarımı götürüb gedirəm. Dayan. Buraya gel. Hava soyuyur. Buraya gel. Axşama yemək hazırlamalıyam. Kal. Kal söhbət eləyək. Nə barədə? Bizim müzakirə eləməliyim sərin sol. Sən haradasın? Buradayam. Orada nə iş görürsən? Heç nə, əynimi geyinirəm. Niyə? Bayaq dedim axı, soyuqdur. Mən bilmirəm sənə nə olub. Sən mənə baxsan, Yox, yaxın gəl və mənə bax. Sən mənə bax. hə, baxıram. Amma elə qaranlıqdır ki, heç nə görmürəm. Mən sadəcə hiss eləmək istəyirəm ki, sən mənə baxsan. Onda o qədər də tənha olmaram. Sən çoxdan beləsən? Hərdən mənə elə gəlir ki, əl atıb işığı yandırsam görə bilərəm. Dəqiq və aydın. Əgər mən anadan gəlmə kör olsaydım, şeylərin necə göründüyünü bilməsəydim, bəlkə də bu qaranlıq mənə bu qədər əzab verməzdi. Çünki nədən məhrum olduğumu bilməzdim. Sanki dünya ölüb. Mən ola bilər düşünürəm öz-özümə, hər şey əvvəlki kimidir. Amma əslində elə deyil, dəyişib. Bəlkə də baxmalı heç nə qalmayıb. Bəlkə də şeylərin necə dəyişdiyini görmədiyimə, kör olduğuma görə sevinmək lazımdır. Neynəmək olar? Biz orada kimdənsə müqəddəs kitabı çırpışdırmışdıq. Vərəqlərini cırıb papiros bükürdük. Çox nazik kağızı vardı. İstəyirsən papiros? Hə? Yox, istəmirəm. Mən getməliyəm. Dayan, İşim çoxdur. gəl yanıma. Sənə nə lazımdır? Dedim ki, gəl yanıma.
Nə istəyirsən axı? Mən nə istəyirəm? İstəyirəm sən özünü arvad kimi aparasan, vəssalam. Hər şey dəyişib. Sən burada olmadığın vaxtlarda çox hadisələr baş verib. Nə baş verib, verməyib, mənə dəxlim yoxdur. Mən sənlərinəm, hüququm çatır ki, mənə məxsus olan şey istəyib. Hər şey dəyişib, elə mən də dəyişmişəm. Mən də həmçinin, bu normaldır. Mən çox dəyişmişəm. Sən gedəndə mən elə bilirdim. Bəsdir sənə nədir? Sən başa düşmürsən. Mən elə bilirdim ki, sən ölmüsən. Elə o cür idi lənət şeytana. Sən haradasan? Sən buradasan? Sən getmişsən? Sən hələ buradasan? Sən buradasan? Hə, buradayım. Deyonda cavab ver də sən mənə vur. De. Danış. Nəsə bir şey de. Mən gedirəm. Tərpənmə qancıq. Dəxil yoxdur, mən görürəm ya görmürəm. Sən mənimsən. Eşidirsən nə deyirəm? Mən bilirəm, sən buradasan. Mən sənin nəfəsini eşidirəm. Sən neynirsən? Hə? Bəsdir. Ata! Kimdir? Mənəm. Çıx get. Sən neynirsən? Çıx get. Bəlkə sənə kömək eləyim. Çıx get dedim. Mən istəyirdim kitabını götürüm. Götür və get. Neynirsən? Heç nə. Otaqda vargar eləyirəm. İstəyirəm ki, sevinim. Amma bizim zamanəmizdə bu o qədər də asan deyil. Gəl yanıma. Hı? Yanıma gəl. Belə möhkəm yox. Elə də möhkəm deyil. Əvvəlkindən fərqli olaraq indi səndən nəsə başqa iyi gəlir. Məndən aclıq iyi gəlir. Bu oxuduğum kitab bir qız haqqındadır. Mənim yaşım nə qədərdirsə, o qızınki də o qədərdir. Müəllifi kim? Elə o qızın özü. Bir dəfə müharibə vaxtı o ata-anası ilə birində gizlənməli olur. Almanlar onları öldürmək istəyirmiş. Bu kitab mənə keçən ad günümdə İvnəmi bağışlayıb. O çox kitab oxuyur. O vaxt Almanlar bütün kitabları yandırdılar. Amma mən bunu gizlədə bildim. Yəqin ki, sonradan o qızı öldürüblər. Birazdan mən o qızdan 1 yaş böyük olacam. Anamla Beninə deyirdilər ki, sən ölmüsən. Amma mən bilirdim. Bilirdim ki, sən sağsan, olacaqsan. Düzdür, sən görmürsən. Amma bundan da pis ola bilərdi. Deyək ki, sən yeriyə bilməzdin. Bizim sinifdə bir oğlan oxuyur. Bir ayağı var. O birinin isə bir əli yoxdur. Amma buna baxmayaraq inadla futbol oynayır. Deyir ki, çempion olacaq. Anam məni xəstəxanaya aparmalıydı. Bərk qorxmuşdum. Vahimələnmişdim. Tir-tir titriyirdim. Nə yemək yeyə bilirdim, nə də gecələr yata bilirdim. Amma indi mən qorxmuram. Olan hamısının öhdəsindən gələrik. Biz onlara qalib gələrik. Hər şey əvvəlki kimi olar. Mən yeni məktəbə gedə bilərəm. Qayıdıb gələndə sənə nəsə qəzet alaram. Ya da istəsən başqa nələr isə. Ata, Beninə buradan çıxıb getmək istəyir. Pul yığır, amma bilmirəm hara. Ola bilsin sonradan Beninə bizi baş çəkməyə gəlsin. Cürbəcür hədiyyələr gətirsin. Hələ məni Disneylanddə də aparacaq. Söz verib 18 yaşım tamam olana qədər. Görmürsən ki, yoxdur?
Mən yenə yemək istəyirəm axı. Yemək istəməklə yemək artmır. Sən hamıdan çox yemisən. Mənim payımı yeyə bilərsən. Amma sən heç nə yeməmisən. İstəmirəm, istidir. Yemək lazımdır. Təkcə saqqızla, Coca-Cola ilə qidalanmaq olmaz. Mən yeyirəm. Ac olanda yeyirəm. Mənim çörəyimi götürə bilərsən. Hə, benim analar yedizdirirlər. Onlar yəni kimlər? İşinə yaradığı adamlar var. Bəzən yedizdirirlər. Kimdir onlar? Bizə qalib gələnlər, əvvəl məğlub edirlər, sonra da yardım. Şəhər kəndlərimizi məhv eləyənlər, uşaqlarımızı diri-diri yandıranlar indi bizə yardım əl uzadırlar. Onların kondisionerləri və soğuducuları da var. Sizə nə oldu? Heç nə. Niyə belə kədərlisiniz? Biz kədərli deyilik ki, biz sevinirik. Ha, ha, ha. Hə, sübut eləyin. Biz torağay kimi sevinirik. Cip, 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 Və sən necə? Sevinirsən ki, mən qayıtmışam? Hə, sevinirəm. Əlbəttə, sənə kişi lazımdır. Çoxları qayıtmır. Təzə arvad alırlar, təzə uşaqlar əmələ gətirirlər. Bunlar düşün və sevin ki, sənlərin var. Çoxdandır ki, çiçək şəkli görmürdüm. Dino! Dino hani? Şşt, Dino! 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 Dino hani? Yoxdur, ölüb. Ölüb? Hə, çoxdan. Onlar zavallı heyvanı rahat bıraka bilmezler. Necə öldürür? Ha? Necə olubsa elədir. Sən heç vaxt düzünü demirsən, həmişə yalan danışırsan. Buyur. Həqiqət insanı yüngülləşdirir. Amma bəzən elə həqiqət var ki, yaxşı olar dilinə gətirməyəsən. Unudasan. Biz onu kəsməli olduq. Dino'nu? Niye? Ac idik. 3 həftə idi ki, heç nə yemirdik. Biz otla Bilmirdik dolanırdıq. neyək. Siz Dino'nu yediniz, siz onu yediniz. Biz sadəcə təsəvvür elədik ki, o it deyil, nəsə başqa bir şey. Məsələn, mən təsəvvür elədim ki, o bolqar biberi ilə qızardırmış cücədir. Heç olmasa yönlü bir şey təsəvvür edirsiniz. Məsələn, qoyun ətinin qızı. Mən qoyun əti xoşlamıram. Həm də Dinonu yedizdirməyə bir şeyimiz yox idi. Hə, anam dedi ki, yazıq deyinə, onsuz da acından öləcək. Lap yazığım gəldi. Yazığın gəldi. Hı. Ona görə ətini hamımızdan çox sən yedin, hətta quyruğunu da sümürdün. Quyruq onun nəyinə lazımdı axı? Amma Dino mənim gəlişimə həqiqətən sevinərdi. Onlar da bizi yiyiblər. Kimlər? İtlər, insanları yiyiblər axı. Hə. Amma onlar itdilər axı. Mən bir dəfə qoyub Dinonu çağırmışam. İstəmişəm ki, gəlib içsin. Amma birdən yadıma düşüb ki, biz onu yemişik. Yaxşı, deyin görün başqa heç nə baş verməyib ki. Yox, Məktəbə gedirsiniz. yox. Yox, Niyə? onlar bizə icazə vermirlər. Onlar istəmirlər ki, biz nəsə öyrənək. Hə, amma bizim vaxtımız olanda məşğul oluruq. Sağ olsun, Ivan əm bizə kömək. Ivan, ona vaxt köməkləmişdi çoxdan, lap çoxdan. Bir il bundan əvvəl. Mən dedim də. Hə, onun da bunlara dərslərində kömək eləyirdi. Riyaziyyatdan bir də ingilis dilindən. Deyirəm, ingilis dilini biləndə heç yerdə zaval yoxdur da. Təhsə mən olduğum yerdən savay. Ata, mənim ingilis dil kitabımın 42 səhifəsi yoxdur. Hava soyuyur. Yox, əksinə hava yaxşıdır, yumşaqdır. De görüm uşaqlarla niyə sən yox İvan məşğul olurdu, hə? Sən ki müəlliməsən. Nə olub? Nə olub ki? Nəsə olub, 50 yerləyirsən. O milçəkləri qovur, milçəkləri. Hə, Milçəklər. Amma hamısı uçub getdilər. Biri buradadır çörəyin üstündə. Onlar artıq oyanıblar. hə, yəqin günün istisindəndir. O qədər iyrəncdilər ki, adamın lap ağzının içinə girirlər.
Yaxşı, bəsdir. Gəlin evə gedək. Yox, yox. Bura yaxşıdır. Günəşdə olmaq xoşdur. Yaxşı ki, heç olmasa mənə günə inəyi lazım deyil. Şər deməsən, xeyir gəlməz. Hə, İvan. O fikir həyatda nəyəsə nail olacaq. Fabrikdəki iş onluq deyildi. O bizim kimi olmaq istəmirdi. Ürəyindən yüksək vəzifələr keçirdi. Həkimlik, vəkillik, elə hey belə şeylər arzuluyurdu. Amma əlindən də bir iş gəlmirdi. Nə daşı daş üstə qoymaq, nə taxta rəndələmək. O hətta maşın sürməyi də bacarmırdı. Bir söz deyirdin, key kimi adamın üzünə baxırdı. Ya da it kimi yerində fırlanırdı. Bəxti gətirdi ki, müharibə düşdü. Bu mənim atamdır. Yaxşı, bəsdir. Gəlin gedək evə. Hər şey yaxşı olacaq. Sadəcə alışmaq lazımdır. Əvvəl-axır bizə elə gələcək ki, hər şey normaldır. Siz unudacaqsınız ki, mənim nə vaxtsa gözlərim olur. İnsan hər şeyə vərdiş eləyir. Yalnız bir qədər vaxt lazımdır. Mən ki, dəyişməmişəm. Elə həmin insan. Düşərgədə olanda deyirdik ki, müharibə qutaracaq, bizi azad eləyəcəklər. Və hamı inanırdı ki, hər şey əvvəlki kimi olacaq. Əvvəlki kimi. Həmişəlik. Həmişəlik. O qayıtdı. Hə, səhər tezdən. Birdən kəndarda peyda oldu. Çox mehribandır. Mən elə bildim ki, o kabusdur. Deməli o dözüb sağ qalıb. Bu dəhşət idi. O mənim haqqımda elə danışır ki, güya mən ölmüşəm. Çünki mən məcbur oldum deyim ki, Nə? ölmüsən. Mən ölmüşəm? Bəs mən idim. Özümü itirmişdim. Heç bilmirdim nə deyim. Aydındır. O gördü. Heç nə görmüş. Mən az qalmışdı onu bağrıma basım. Qucaqlayım, amma heç bilmirəm məni nə saxladı. Deməli, hər halda o dözüb sağ qalıb. Onlar onu öldürə bilmirlər. O elə fikirləşir ki, hər şey əvvəlki kimi olacaq. Əvvəlki kimi? Hə, o belə istəyir. Təbii, təbii. Sən dedin ki, mən ölmüşəm. Yox, elə də yox, amma Bəlkə sən istəyirsən. o istəyir. O nə dedi ki? Elə bir şey demədi. Elə bir şey demədi. Yox, demədi. Soruşdu ki, mən necə ölmüşəm? Mən dedim ki, sən yoxa çıxmısan. Yenin ərfəsində, qarlı bir gündə. Aydındır. Yaxşı. İndi biz neyniyək? Bilmirəm. Axı o mənim qardaşımdır. Hə, bilirəm. Siz bir yerdə yatacaqsınız. Mən sənin yanında yatmaq istəyirəm. Siz bir yerdə uzanacaqsınız. Yox, o artıq yatdı. Mən səni sevirəm. Bəlkə hər şeyi açıb ona danışaq. Nə danışırsan? Yaxşı olar ki, o sənə və mənə aid olan hər şeyi bilsin. Və yaxşı olar ki, o bunu başqasından yox, elə səndən eşitsin. Yaxşı olar ki, o ölsün. O əvvəl-axır hər şeyi biləcək. Mən heç bilmirəm nə danışıram. Mən heç bilmirəm nə danışıram. Bizim burada heç bir günahımız yoxdur, bu müharibədir. Hə, müharibədir. Mən özümü elə apara bilmərəm. Hə, əlbəttə apara bilməzsən. Apara bilmərəm. Ona görə də sən gərək sabah hər şeyi ona danışasan. Mən ona deyəcəm ki, səni sevirəm. Mən səni sevdiyimi ona deyəcəm. Qardaşın olsa da. Mən əmin idim o ölür. Elə mən də. Mən günahkar deyiləm, o mənim qardaşımdır. Onu mən seçmişəm. İstəyirsən mən çıxım gedim. Yox, Ha, mən getsəm hamı üçün yaxşı olar. yox, getmə. Mən getsəm doğrudan hamı üçün yaxşı olar. Mən Almaniyaya gedərəm, orada iş var, qazana bilərəm. Yox, məni tək qoyub getmə. Mən hər şey yenidən başlayaram. Məni atma. Onsuz da burada hər şey zibildir, murdarlıqdır. Mən hər şey yenidən başlamaqdan qorxmuram. Sənin karın var. Mənim sənsən. Mən heç vaxt sənin olduğum kimi ondan olmamışam. Yaxşı görün. Düz sözümdür. Mən ondan ölü kim olurdum. Mənim üçün heç nə. Fərqi yox idi ki, nə baş verir. Heç nə hiss eləmirdim. Heç danışa da bilmirdim. Amma sən gələndən həyatım tamam canlanıb, ruhən dirçəlmişəm. Mən heç axırki kimi xoşbəxt olmamışam. Baxmayaraq ki, müharibədir, acılıqdır, səfalətdir, murdarçılıqdır, qorxurkudur.
Mən müharibəyə minnətdaram. Amma mən bilirdim. Lap əvvəldən bilirdim. Nəyi bilirdin? Bilirdim ki, sən qalmayacaqsan. Gözəl günlərin birində məni atıb gedəcəksən. Mən hələ səni atmamışam. Amma atacaqsan. 2 uşaq olan bir arvad sənin evə lazımdır ki, mən heç gözəl də deyiləm, heç nəyimdə qalmayım. Mənim səni atıb getmək fikrim yox idi, amma madam kör gəlib. Bəlkə körlər üçün bir yer var, ev falan, hə? Kör nədir, indi heç bizəməlli adamlar üçün də yoxdur. O deyil, oturub baxır. Bəs biz neyniyək? Biz bu gecə neyniyək? Üçü de birden Amerikan idilər. dondurma aldılar. Ürəyim bulanmadı. Nə dondurma? Hı. Səncə mən Disneylanddə biri Wyoming'dən idi. Keşiş olmağa hazırlaşırdı. Wyoming'alı keşiş. Hər halda onlar ruslardan yaxşıdırlar. Ha. Fahişə ilə necə davranmaq lazım idisə, onlar da məni ilə elə davranırdılar. Bura gəl. Bura gəl. Ne istiyorsun? İynə. Dərindən. 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 Ay, bu ne tuttu? Keflendim. Meşədə bir talada Əskər zorladı qızı. Tala kan içindeydi çünkü kız bakireydi. Meşede bir talada esker zorla kızı. Tala kan içindeydi çünkü kız bakireydi. I love you. Sen o kadar balacasan ki hiç ne başa düşmürsən. Bir şeyde, bir talada esker zorladı kızı. Tala kan içindeydi çünkü kız bakireydi. Meşede bir talada esker zorladı kızı. Tala kan içindeydi çünkü kız bakireydi. Meşede bir talada esker zorladı kızı. Tala kan içindeydi çünkü kız.
Sen hardaydın? Küçədə. Böyle geziniyor. Cevap ver. Sənə nə lazımdır? Küçeden en iyiydi. Heç nə. Durmuştum. Orada sakitçilikti. Sakitçilikdir. Hadi. Hava necədir? Qaranlıqdır. Aydın məsələdir ki, qaranlıqdır. Gecədir. Hə, gecədir. Yəqin evlərin pəncərələrində işıqlar yanır, hə? Müharibə qoydu ki, ev qalsın. Mən də elə onu demək istəyirdim. Adamlar da azalıb. Bəs köydə ulduz çoxdur. Hə, çoxdur. Sən yatmaq istəmirsən? Mən niyə yatmalıyam ki? Sən fikirləşirsən ki, əgər mən kör olmuşamsa, ağlımı da itirmişəm. Bütün günü yatmalıyam. Eybi yox. Mən yenə ayaq üstə duracağam. Mənim nə yaşım var? Babam 93 il yaşadı. Elə iş var ki, onu kör də görə bilər. Mən də öyrənərəm, bacararam. Sən hazırlaşırsan yatmağa? Birazdan. Onlar bunu normal qarşıladılar. Güman eləyirəm, alışacaqlar. Qızlar deyirsən? Hə, onlar bunu normal qarşıladılar. Bəs səncə nə etməliydilər ki? Mən gedəndə onlar uşaq idi. Amma indi böyüyüblər. Bizim qızlarımız. Hə, qızlar böyükdülər. Bizimkidilər. Mən həmişə onları son dəfə gördüyüm kimi xatırlayırdım. Bax, bu his imkan vermədi ki, büdrüyüm yıxılım. Qayıtmaq, onları sağ-salamat görmək ümidi mənə güc, cəsarət verdi. Onlar çox sevindilər. Valideynlərimin öldüklərinə, məni bu halda görmədiklərinə görə taliyə minnətdaram. Onların da bəxti onda gətirdi ki, övlad acısı çəkmədən bu dünyadan köçdülər. Biz orada hər axşam qəbir qazırdıq. Çünki bilirdik ki, səhər mütləq kimisə bastırmaq lazım gələcək. Belə vaxtlarda mənim həmişə yadıma düşürdü ki, bir gün səhər mən atamın və anamın meyitlərini yumuşdum. Kəfənlərini əyinlərinə giydirmişdim. Sən haradasan? Mən heç nə eləməmişəm. Sən nə danışırsan? Fikrin haradadır? Mən paltarımı yamıyorum. Mən elə belə soruşuram. Neynirsən? Neynirsən? O şeyi yamıyorum ki, hələ ki yamamaq mümkündür. Aydındır. İvanı bastırmaq valideynlərim üçün böyük dərd olardı. Axı onların gözünün işığıydı. Hə, bəlkə də son 5 idi ona görə. Əllərindən gələni eləyirdilər ki, böyük adam olsun. İnüstü oxuması üçün örüş yerlərimizdə satmışdılar. İstəyirdilər həkim olsun. Həkim. Həkim həmişə lazımdır axı. Həkimlər bir də çəkməçilər lazımdır. Hə. O hətta şeir də yazırdı, İvan. Belə şeylərə vaxt tapırdı. Amma ata-anamın dəfn mərasiminə gəlmədi. O necə öldü? Kim? İvan da mənim qardaşım. Mən bilmirəm, yəqin ki, elə... De. Mən heç nə bilmirəm, bayaq dedim axı. O, yoxa çıxıb. Keçən il? Hə. Bəlkə o heç ölməyib. Hə? Ola bilər. Kim bilir? Bəlkə gözəl günlərin birində çıxdı ortalığa. Mən ki qayıtdım. Baxmayaraq, heç kəs ümid eləmirdi. Hə, əlbəttə. Sən mənim yanımda uzanmırsan, ha? Hə? Fikirləşdim ki, sən yatmaq istəyirsən. Yox, gəl bura. Gəl yanıma. Gəl. Gəl bura.
Sen soyunmamışsın ha? Ha? Sen paltarını soyunmamışsın ha? Yox, Niye? mənə soyuqdur. Sana soyuktu. Ev yok, ben seni isterim. Üzüyün onu. Məcbur oldum ki, satım. Benimkini de parmağımdan çıkarttılar düşərgədə. Yaxşı. Gecən xeyrə qalsın. İmkan ver yataq. Mən istəmirəm. Sen niye istemiyorsun? İstəmirəm də. Ama ben istəyirəm. Başa düşmürsən? Mən bacarmaram. Bacarmazsan? Yox. Niye? Çünki istəmirəm. Niye? Ona göre ki mən körəm. Yox. Bu qətiyyən sənin kör olub olmadığına görə deyil. Ona göredir ki sen beni istemirsən. Gəl yataq. Yataq. Lanet şeytana, ben eve ona göre qayıtmamışam, yatım. Ben çək. hukukum satan şeyleri almak istəyirəm. Ben benim olanı istəyirəm. Məndə sənin olan heç nə yoxdur. Toxunma mənə. Ne kadar istesem toxunacağım. Lanete gələsən. Sana ne olur bakı? Tərpənmə. İstəyirsən sen parçalayayım. He? İstəyirsən elimden xata çıxsın. Ne deyirəm sen ver elə. Döy məni, döy. Döymək. Ben seni hiç vaxt döyməmişəm. Ben seni döymək istəmirəm. Məni döy, döy. Ben seni hiç vaxt döyməmişəm. Başa düşmürsən. Nə istəyirsən elə? Eşitmirsən. Döyməmişəm seni mən heç vaxt. Zorlaya da Ne? bilərsən. Ne? Zorlamaq. Söz arvadı zorlayar. Sən birinci döyürsən. Ne dedin? Mənim üçün heç bir fərqi yoxdur. Sən ya da bir başqası. Ola bilməz. Kim? Kim? Nə əhəmiyyəti var ki? Bak seni kim zorluyor? Hamı. Ben onlardan kimse tanıyıram. Kişilər idi. Sənin kimi adi kişilər. Aralarında şahid var idi. Onlar seni zorladılar. De görüm kimi de onlar. Ben onları yandıracağım. Öldüreceğim. Özün bilərsən. Evvel onları sonra da seni. Eğer sende zerre kadar namus olsaydı özünü öldürürdüm. Özüden ben gelene kadar. Onda bu rüsvaçılığın azabını da çekmez. Sen kızlar, Sən nəyə görə fikirləşirsən ki? Onlar sənin qızlarına rəhm eləməli idilər. Birinci, Marko və oğlanları gəldilər. Marco bizim komşumuz. Marko və oğlanları. Onlar kefli idilər. Kim Marco? Ola bilmez. Onlar gülürdülər. Ola bilmez. Yok. Biz akı birbirimizi tanıyırdık. Biz akı bir yerde lotereya futbol oynuyorduk. O maşını təmir edəndə mən el tuturdum ona. O tez bize gelerdi. Süfrə açardık, yiyip içerdik. Sen saçını onun arvadın işlediği berberxanada düzelttirerdin. Marko və iki oğlu. Onlar məni məcbur elədilər ki, mən o müsibətə baxım. Saatlarla,
Saatlarla. Saatlarla. Marko Əkioğlu. Onlar məni məcbur elədilər ki, mən o müsibətə baxım. Saatlarla. 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 Marko Əkioğlu. Onlar məni məcbur elədilər ki, mən o müsibətə baxım. Marko Əkioğlu. Kimdir? Kimsen de ateş atacağım. Üstümde silah var. Kimsen? Kimsen de ateş atacağım yoksa. Benim ha? Hə, mənəm. Sən burada nə edirsən? Nəyinlə ateş açmaq istəyirdin? Ben bilmirəm axı gələn kimi. Hər cür adam ola bilər. Elə gez burada nə edirsən? Geç. Artıq səhərdir. Hə? Saat neçədir? Bilmirəm. Sən hara gedirsən? Yəni? Adam kimi cavab ver. Yatmağa gedirəm. Yorulmuşam. Sen getmişdin. Dayan. Nəsən? Sən nə Sənlə lazım? söhbət eləmək istəyirəm. Niyə? Danışmaq istəyirəm. Niyə? Niyə? O qədər danışmalı şey var ki, özün başa düşürsən də. Yaxın gəl. Axı nə olub? Bura gəl, hardasan? Axı nə olub? Bura gəl, 50 mənə ver. 50 mənə ver. Bax belə, mən istəyirəm, sən gecələr evdə olasan. Gəl otur yanımda. Oturmuşam. Hardasan? Burada. Gəl yanımda otur. Yox, gəl dizimin üstündə otur. Uşaqlıqda olduğu kimi. Gəl. Gəl. Mən artıq çoxdan böyümüşəm. Dəxli yoxdur. Yox. Yadındadır, mən səni necə əzizləyirdim. Yadındadır, biz səninlə necə oynayırdıq. Sənə dovşan bağışlamışdım. Uzun qulaqları vardı. Yadına gəlir. Yadına gəlir o necə titriyirdi. Biz ona nə ad qoymuşduq? Necə çağırırdıq onu? Mən artıq uşaq deyiləm. Yox. Mən uşaq deyiləm. Yox. Bəs Heç kiməm, heç kim. sən kimsən? Sən qadın olmuşsan. Burada artıq uşaq Sən yoxdur. indi qadınsan. Uşaq yoxdur burada. Yaxşı, yaxşı, sakit ol. Sakit ol. Sənin saçların hanı? Kəstirmişəm. Sənin elə gözəl saçların vardı ki, Mən məcbur oldum çünki heç nəyim elə gəlmirdi. uzun qara saçların elə gözəldin ki, Bəzən adamın ürəyindən nəsə bir dəyişiklik keçir. qadının uzun gözəl saçları olmalıdır. Qadın kişi kimi görünməməlidir, kişi kimi də olmamalıdır.
Bir dəfə bütün qadınlar kişilər kimi saçlarını qırxdırmışlar. Bu yaxşı hal deyil. Amma saçı o cür yumaq asandı. Necə sakitlikdir. Mən getmək istəyirəm. Yox, qal. Danış. Nə danış? Danış. Başqası bir şey yoxdur. Sənin sevdiyin oğlan var. Yox. Elə bir adamın olub ya olmayıb. Hə? Olmayıb. Bax, sən əməlli başlı böyümüsən. Mən ki hiss eləyirəm. Mənim üçün ağırdı. Nə istəyirsən elə. İstəyirsən dodaqlarını boya. Amma yanımda qal, getmə. Xahiş edirəm. Yanımda qal, getmə. Ata, bırak Xahiş məni. edirəm, getmə. Mənim yanımda kimsə qalmalı daxı. Ata, bəsdir. Sənin atan yoxdur, sənin heç nəyin yoxdur. Mənim də həmçinin. Sən hamı kimi murdar və hamı kimi! Bağışla. Bağışla. Mən günahkar deyiləm. Bağışla. Qulaq as. Bu sənsən? Sənsən? Cavab ver. Kim var burada? Burada kim var? Kim var akı burada? Ben birine bakın burada kimse var. Kimsen cevap ver. Kimsen lan sen? Her kimsen gel. Gel. Sen daha heç nə yeməyəcəksən ki. Yok. Yaxşı. Hava üstü olacak. Ben dedim axı. Bugün hava üstü olacak. Hə. Bəsdir də. Hadi! İstiyorsan parmaklarımı sındırayım. Sen bugün ne yiyeceksin? Kim? Sen. Ben seninle danışırım. Qəsəbəyə gedəcəm. Kasabada ne iş göreceksin? Gedib gözləyəcəm. Sen. Hə, yemək pasulkasını gözləyəcəm. Düz bir həftədir heç kim heç nə göndərmir. Amma yenə də gedib gözləmək Mən lazımdır. böyüyəndə belimə bomba bağlayacağam. Gedib kilsəni partladacağım. Oradakıların meyitləri də tapılmayacaq. Pat! Tamam. Sen kartof hekimisən. Kartof var ki, həkim. Az qalacaq. Bəsdir də, qutar. Özün məsul. O vaxt əsgərlər kişiləri yığıb aparandan sonra bizə Alman və İngilis televiziya jurnalistlər gəlmişdi. Onda Benina ilə anamla nəsə danışırdılar. Benina onda İngilis dilində bir söz bilirdi. Amma indi Benina bütün söyüşləri bilir. Hə, düz deyir. O vaxt burada jurnalistlər meyitin üstündə olan milçəklərdən də İndi çox bizdən idilər. heç kim heç nə soruşmur. Getdim, məni gözlə. Sen ne dedin? Heç nə. O vaxt bir xala anama gün eynəyi bağışlamışdı. Amma anam onu satdı. Gəl gedək. Mən də getmək istəyirəm. Yox, sən evdə qalacaq. Ona görə ki, mən belə istəyirəm. İvan ana var, mən də sənin gedim. İvan! O yəqin indi onun haqqında düşünürdü. Hə, düz deyil, bilmədim, ağzımdan çıxdı. Sen niye məhz İvan dedin? İvan yoxa çıxanda o çox pis olmuşdu. Hə. Elə hey, İvan əmi deyib ağlayırdı. İvan əmi çox əzab çəkdi. Çox. O əzab çəkdi. Bədhey elə əzab çəkdi. O əzabkeş ola bilməz. Çünkü ölüm. Yox! Benina hardadır? Benina, Benina buradadır. Aydındır. Bizde kerki var. Kərki? Kərkini nə edirsən ki? İstəyirəm bu lənətə gəlmiş torpağı belləyib nə çəkin. Nə əkəcəksən ki? Nə olsa təki bitsin. Qəsə,
Əkməli ihya yox. Qızları göndər. Boşalmış evlərin həyətindən toxum yıxsınlar. Gül toxum olsa daha yaxşı. Yetiştirib satarıq. Əgər yığmağa həvəsləri olmasa qoy, ondan bundan alsınlar. Buradakilerin heç nəyi yoxdur. Buradakilərin yoxudur, şossenin üstündəkilərin varıdır. Bəlkə də sən özün gedəsən, hə? Sən kimi kora çox böyük məmnuniyyətlə sədəqə verərlər. Mən dilənçi deyiləm, heç vaxt dilənməmişəm də. Elə olar da. Ana, olar mən beni ilə çörən götürüm. Yox, olmaz. Niyə axı? Dedim ki, olmaz. Ana, mən istəyirəm. Yox, yox, yox! Amca! Başı tamam xarab olub. Bura bax, əgər o sözü bir də dilinə gətirsən, sən elə kötəkləyərəm, 100 ildə yadından çıxmaz. Özümə deyil. O, uşaq da heç başa düşmür nə Əla danışır. başa düşürəm. İndiki belə oldu. Əgər səndən özünə hər şey deyəcəm. Nə deyəcəksin? O heç nə dinləyəcək. Əgər səndən özünlə aparmasam, hər şey deyəcəm. Sən heç nə dinləyəcəksən. Əgər Sən səndən heç nə dinləyəcəksən. O getdi. Ha? İstəmirəm. Bu sənsən? Mənəm. Sən gedirsən, ha? Hə, birazdan. Qəsəbəyə gedəcəksən. Amma nə vaxt qayıdacaqsan? Yəqin ki, geç. Amma qayıdacaqsan da. Qayıtmayıb, nə inəyəcəm ki? Əlbəttə, sənin uşaqların var. Hə, Mən getməliyəm. bəs mən neyini? Ha? Sən ki, heç nə bacarmırsan. Ha. Mən heç nə bacarmıram. Mən hətta öz intiqamımı almağı da bacarmıram. Necə bilirsən? Mən neynəməliyim? Sən qaranlıqda yaşamaq necə olur? Öz-özümə fikirləşirdim ki, vaxt keçdikcə öyrəşəcəksən. Amma bu mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Dikkat! Dikkat! Bütün uşaqlar düşərgələrə! Bak! 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 Dikkat! Dikkat! Bütün uşaqlar düşərgələrə! Bak! 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 Səndən başqa heç kəs yoxdur burada, ha? Mən bilmirəm, neyim. Var. Bəs sən nəsən? Bura istedi, köməklə kölgəyə gedin. Bura yaxşıdır. Bacın hanı? Hə? Görməmişəm. O heç vaxt evdə olmur. Amma mənim evdə olmaqdan xoşum gəlir. Onda daha yaxşı düşünürəm. Mən böyüyəndə tək yaşayacağam. Sərbəst. Hara istəsəm gedəcəm. Hardan istəsəm gələcəm. Nəyi istəsəm geyinəcəm. Nəyi istəməsəm geyinməyəcəm. Vəssalam. Düşünürəm ki, nə vaxtsa kitablar yazacağam. Sonra o kitablar bütün ölkələrdə nəşr olunacaq. Amma heç kim bilməyəcək ki, onu yazan kimdir. Çünki mən azad adamım. Gecələr yatmayıb musiqiyə qulaq asacağam. Doyunca siqaret çəkəcəm. Ərə də getməyəcəm.
Məhəbbətə inanmıram. Ha. Nə vaxt ki çoxlu pulum olacaq, onda atamla anama ev alacağam. Bəlkə onda hansısa bir professora pul verirəm, sənin gözündə əməliyyat aparar. Sən də əvvəlki kimi görərsən. Mən görmək istəmirəm. Ata, Baxmalı heç nə qalmayın. Hər tərəf nəcisdir. əgər birdən o ölməyibsə, Kim ölməyibsə? əgər birdən İvun əmi ölməyibsə, o sağdırsa, Hardan ağlına gəlir? sən sevinərsən? Niyə sevinim ki? Bir də heç bilmirəm mən sevinə bilərəmmi? Niyə? Müharibəyə görə elə deyirsən. Yox, mən heç vaxt sevinməmişəm. Həmişə başımı aşağı salıb işləmişəm. Sevinməyə vaxtım olmayıb. Birdən o bura gəlsə, sən neyniyərsən? Neyniyərəm? Sən o bizimlə yaşasın. Əgər ondan bir fayda olsaydı. Bir də o gələ bilməz. Niyə? Gələ bilməz. Nə? Çünki ora gedənlərin heç biri geri qayıtmır. Hə. Aydındır. Çünki bizi Allah yaradıb. Günün birində onun yanına qaydırıq. Və onun yanında qalırıq. Mən yatma. Ata, mən bəzi şeylər bilirəm. Amma onları demək olmaz. Mən bir dəfə Qarabağ-Qarabeni ilə arxasınca düşüb Ağzala getdim. Bir-iki dəqiqə keçmədi ki, Beni ilə yanına kök qoca bir kişi gəldi. Fikirləşdim ki, yəqin qoca vağzalda işləyir. Sən demə yox. Söhbətləri çox qısa oldu. Başladılar getməyə. Mən də Qarabağ-Qara arxalarınca düşdüm. Bir evə girdilər. Fürsət tapıb açıq qapıdan içəri keçdim. Bu vaxt Benina məni gördü. Bərk qəzəbləndi. Dedi ki, evə qayıdım. Elə həmin vaxt o qaca qarı gəldi. Mənim əlimdən tutdu, eyvana apardı. Soruşdu ki, neçə yaşım var? Dedim 11. O vaxt mənim 11 yaşım var idi. Qoca məni gördü və dedi ki, mən hələ çox balacayım. Qarı ona da əhəmiyyət vermədi. Əlimdən tutub otağa apardı. Otağa yerdə salınmış döşəkdən başqa heç nə yox idi. Elə həmin vaxt o kişi gəldi və məni zorladı. Baxmayaraq ki, deyirdi, istəmirəm. Yox. Mən bacarmıram. Deməli bacarmırsan, hə? Başa düşmürsən? Əlbəttə. Başa düşürəm. O mənim qardaşımdır. Mən elə ola bilmirəm. Bacarmıram. Mənə də elə gəlirdi ki, mən çox şeyi bacarmaram. Nə? Müharibədən əvvəl. Amma başqa zaman idi. Nədir? Ağrılarım var? Mənim ağrılarım həmişə olacaq. Biz buradan çıxıb getsək yaxşı. Axı hara? Hara gedə bilərik ki? Hara gəldi?
Lap elə günü bu gün çıxaq gedək. Elə bir yerə gedərik ki, orada bizi heç kim tanımaz. Mələklər kimi təmiz olarıq, hər şey yenidən başlayır. Axı necə? Çörəksiz, pulsuz. Hara getsək buradan yaxşı olacaq. Mən gedə bilmərəm. Mən də qala bilmərəm. Neyniyim? Mənə hərdən elə gəlir ki, o məni görür. O mənə elə baxır ki, ələ salır, doluyur məni. Onsuz da həmişə mənə nifrət edir. Uşaqlıqda futbolla, maşınla maraqlandığıma görə, müstəqil fikirli olduğuma görə, kitab oxumağı sevdiyimə görə həmişə məni döyüb, söyüb, fürsət düşən kimi qışqırıb ismə ki, ged işdə. Amma indi sən onun arvadını əlindən almısan. Sən niyə belə deyirsən? Çünki mən onunkiyam. Mən sənin özünün könüllü vermədiyin heç nəyə toxunmamışam. Bir də bu o vaxt olur ki, mən əmindim ki, sən ona heç bir aidiyyətin yoxdur. Amma indi var. Yoxdur! Nə qədər ki o sağ elə belə olacaq. Yoxdur. Sən indi mənimsən. Düz deyirsən. Ha, sən mənimsən. Mən sənin nəyinə lazımam ki? Başa düşmürsən. Elə bu gecə bütün əşyalarını topla. Onlar yatan kimi çıxar gedək. Onlar? Hə də. Yəni uşaqlar da. Onlar bizlə getməsinlər. Qorxun üçün çatmır. Sən demək istəyirsən ki, mən onları burada qoyum gedim? Biz onları özümüzlə apara bilmərik. Deməli, mən onları burada qoymalıyam. Biz sonra onların dalınca qayıdarıq. Sən nə danışırsan? Mən onlarsız qala bilərəm. Bu müvəqqətidir, bir yer tapana kimi. Yox! Onların yanında ataları var. Mən onlarsız getmirəm. Onsuz da o kora baxmağa kimsə lazımdır ya, yox. Mən onlarsız getmirəm. Tək get. Onda mən hər şeyi açıb ona deyəcəm. Kim var burada? Sen kimle danışırsan? Burada kim Sənə nə var? lazımdır? Sen kimle danışırsan? Heç kimlə. Elə bil mənim qulağıma səs gəldi. Qara bastı məni, sanki düşərgədəydim. Mən elə gəldi ki, sən kimlənsə danışırsan. Burada məndən başqa heç kim yoxdur. Heç kim yoxdur. Mənim qulağıma səs gəldi axı. Get yat. Ne dedin? Səni görmək istəmirəm, çıx get. Buna bak, özünden yerine koysan kancı. Vatan yolunda gözlerini itirmiş abi kahramanıyla nece danışırsan sen? Müharibə qəhrəmanı, sən. Ha mən? Bu da mənə müharibə qəhrəmanı. Cəbhədən evə direnç sifətində qayıdır. Hər gecə qızının özünü satmasını şənlə sıxışdırır. Puh, yaramaz şeytan. Bəsdir. Canımı yıldın hırt değme. Ben indi sana gösteririm kimdi burada hükümran. Gösteririm sana. Dayan. Lanete gelmiş. Dayan. Öldüreceğim seni. Dayan. Kimdi? Bu kimdi? Kimdi bu gülen? Kimdi bu gülen? Kimdi gülen? Kimdi gülen? Gülen kimdi? Kimdi gülen? Kim? Sigaretim var.
Oh. Amerikan sigaretidir. Necəsən? Necə ki? Ayaqlarım bərk ağrıyır. Lənətə gəlmiş çəkmələrdə yeriyə bilmirəm ki. Çay istəyirsən? Ya, Necə keçdi? həmişəki kimi. Hava elə duman idi ki, ancaq maşınları o da yanımdan keçənə görürdüm. Bir furqon da az qala mənə əzəcəkdi. Hə. Bugün yerinəm dax. Amma sonra saxladı. Mən bilmədim o furqonda gedim ya getməyim. Axırda getdim. O bütün yol boyu heç nə eləmək istəmədim. Neçə kilometr ayaqla getməli oldum, yuyunmağa su da yox idi. Harada? Maşın parkının tualetində. Hə. Dəhşətli yerdi ora. Amma əvvəl oralar çox qəşəng idi. Yəqin orada maşın çoxdur. Olsun da sən cavansan. Elə də yox. Nədə onlar çox istəyirlər? Oradakilərin çoxu məndən cavandır. Yəqin onlar çox var idi. Kimlər? Nə bilim o cavanlarını istəyənlər. Ya, aralarında kasıbları da var. Amma ən dəhşətlisi ruslardır. Nə istəyirlər, eləyirlər, sonra da adamın üzrə tüpürürlər, gedirlər, donuzdular. Gedirsən? Hara? Yəni, demək istəyirəm, buradan gedirsən? Bu haradan ağlıma gəldi? Gedirsən, cavab ver. Bilmirəm, amma getməliyəm də. Olar mən də səninlə gedim. Hara? Hara olsun. Olar mən də səninlə gedim. Sən? Hə, Mənlə? hə. Mən heç özüm bilmirəm hara gedəcəm. Amma bir yerdə geçsəz. Asan olar. Bəs anam nə deyər? Anam. Nə də? Anam razı olmaz. Ölər, amma razı olmaz. Məncə heç bir ana razı olmaz. Onun üçün çətindir. Onun üçün çətindir. Bilmirəm, nə deyim? Amma çox asan deyil, mənim üçün çətin. O bacardığını eləyir də. Əlbəttə. O bacardığını eləyir. Nə olar, məni də özündən apar. Sən nə istəsən eləyərəm. Sən? Sən nə edə bilərsən ki? Nə istəsən. Bax, heç bir sözündən çıxmaram. Nə istəsən eləyərəm, amma xahiş edirəm. Nə olar, məni də özündən apar. Nə olar. Elə bilirsən getdiyimiz yer buradan yaxşıdır. Hər halda buradan yaxşıdır. Bax, hara getsək burada yaxşı olacaq. Xahiş edirəm səndən, yalvarıram sənə, nə olar, məni də özündən apar. Xahiş edirəm. Bax, məni özündən aparmasan, başqaları atacağım maşının altına. Adliyə kimi, fezlik kimi, hamı kimi özümü öldürəcəm. Yalvarıram sənə, məni də özündən apar. Hardadır o? Hardadır? De gör bu hardadır. Yalan deyirsən. De gör bu hardadır. Dedim ki mən bilmirəm. Yalan danışma düzünü de. De gör bu hardadır. Ama mən bilmirəm. De gör bu hardadır. De gör bu hardadır. Yoksa seni öldüreceğim. Bakın niye böyle istenmişsin? De görüm. Bilmirəm. De gör bu hardadır. Niye istenmişsin? Size ne oldu bakın lanet şeytana? De görüm o ondan gitti. Onu apardı. Siz niye it kimi birbirinizi yiyirsin? Yalan deyirsən. Yalan deyirsən. Beste! Yumun ağzınızı! Sakit olun! Mən yuxudan ayrandan geçmişdi. Kurtarın! Bir benim de hakkımda düşünün. Rahatlık lazımdı bana. Ben dincelmek istiyorum. Gücümü istiyorum. Sürüş buradan. Kör şeytan. Sen ne dedin? Ne dedin? Sen hiç ne başa düşmürsən.
Sen öyle gözler bitirmemişten kabakta. Kör idin. Bu ne axmaq söhbətdir? Hə? Sən mən nə hesab edirsən? Mən müharibədən keçmişəm. Mən ölkəmin, ata-anamın, arvad-uşağımın yolunda vuruşmuşam. Ölümlə üz-üzə gəlmişəm. Mən İvan kimi eləyə bilərdim. Qanlı kapsılları ağzımda əzib əlilli yalardım. O fərarilik də elədi, gizləndi də. Amma onun haqqında elə gözəl danışırsınız ki. Mən isə elə acı günlər görmüşəm, heç düşməni də arzulamazsınız. Hə, mən körəm, düzdür. Amma mən insanam, insan. Hörmət olmağa layiqəm. Eşidirsən səni? Eşidirsən nə deyirəm? O yoktu. Ambara gitti. Mən yalnız nəyə haqqım çatırsa onu tələb edirəm. Yəni ən sadə bir şey. Benimle kaçıp. Hə? Beninə qaçır. Bütün paltarlarını yığıp gidip. Hə? Nə olsun ki? Olabilir ki o hiç vaxt qayıtmasın. Mən neyniyə bilərəm ki? Onsuz da deyirdi ki ne vaxtsa çıxıb gedəcək. Ana sen neyinsən? Gedib onu geri qaytaracağım. Ben de senin gitmek istiyorum. Yok! Sen burada kal. Bundan göz kulağı olarsan. Yok ben de senin gitmek istiyorum ana. Dedim ki burada kal. Ben tez qayıdacağım. Sen artık büyük kızsın. Yok ana yok. Necə deyirəm seni elə. Sen bacaracaqsan. Sen artık büyük kızsın. Yok. Yok. Yok! Ben büyük kız olmak istemiyorum iştirsen ana. Ben büyük kız olmak istemiyorum. Ben de uşağım ana. Ben de uşağım. İstemiyorum. İstemiyorum. Düşərgədə olanda biz bir mühəndislə bir çarpayda yatırdıq. Biz ayrı-ayrı dillərdə danışırdıq. Amma buna baxmayaraq bir-birimizi başa düşürdük. Biz müxtəlif şeylərdən danışırdıq. Ev, iş, ailə, uşaqlar, uşaqların sevdiyi oyunlar. Yerimiz o qədər darısqalıdır ki, birimizə böyrü üstə lazım gələndə o biri də gərək böyrü üstə çöləydi. Axır vaxtlar biz bunu elə öyrəşmişdik ki, göz yumulu eləyirdik. O deyirdi, 2 oğlu var. Mən də deyirdim, mənim bütün günü mahnı oxuyan, şənlənən 2 qızım. Onun oğlu biri piyano çalmağı öyrəndi. O həkim sağ ayağını itirmişdi. Müharibədən Düşərgəyə gələndə protezini çıxartdılar. Yazıq həkim bir ayağının üstündə qaldı. Hoppana işləyirdi. O 120 kilogram idi. Hansısa şimal ölkəsindən idi. Adı da Zadek idi. Zadek! Sonra o öldü. Bizim söhbət eləməyimiz nəzarətçilərin xoşuna gəlmirdi deyə axşamlar bərkdən Amerika musiqisi səsləndirirdi. Bərkdən. Musiqinin adı neydi? Bilmirəm. Amma hər gün musiqini səsləndirirdilər. Bir neçə aydan sonra bizi tırtırlı traktorlar düzəldirən zavoda göndərdilər. Orada biləndə yaxşı mexanikam. Mənə o qədər də dəyib dolaşmırdılar, işim asanlaşdı. Bir dəfə axşamüstü işıqlar söndürülən vaxt
bir neçə yüksək rütbəli zabit xanımları ilə birlikdə yanımıza gəldilər. Zabitlərin əlində bayram paltarı, xanımların əlində bal paltarı vardı. Sanki rəqs eləyəcəkdilər. Amma bərk kefli idilər. Onlar bərkdən qışqırır, əylənmək istəyir. Baxmağa meymun axtarırdılar. Zabitlərdən biri özünü o birilərə göstərmək üçün yoldaşlarımdan birini məcbur elədi ki, alışkanı yandırsın, gözümə tutsun. Benim son gördüğüm şey o yoldaşımın sifəti. Ben ne varsa o zabiti tapacağım. Ben ne varsa intikamımı alacağım. Ben ne varsa devranım gelecek. Ne varsa ne varsa Ata, birden anam gelmese, harda olsa gelir. Yat. Yat. biz onsuz da bu işin ötesinden gelerik. Hansı iş? Eğer sen istesen, ben sabahtan dilençliğe eləyəm. Hə. Ben de aralda dayanıp göz koyaram ki hiç kimin senden iş olmasın. Kim ne bilir ben körüm. Yat. Yatak koy muharebeden evvel olanlar yükümüze girsin. Yat. Ata, ben ayak yoluna gidip gəlirəm. Biz gedirik. Anam oradadır. Yok. İran biz gedirik. Kitabım. Qodansın sonra götürərsin. Benim kitabım. Şu mən götürərəm. Ha, mənəm. Yok mu sensin? Sensin. Mənəm. Sen burada ne iniyorsun? Eşitdim ki, gəlmirsən. İstədim səni görüm. Kimin aklına gelirdi ki Nə? biz bir daha görüşeceğiz. Sen fikirleşmişsen ki yəqin ben ölmüşüm. Ha da. Mən bilmirdim ki
Sən nə istəyirsən? Mən? Gecənin bu vaxtı. Burada nə edirsən? Heç nə. Heç nə istəmirəm. Nə dedin? Heç nə. Sən ki mənim qardaşımsan. Nə olsun ki? Olsun ki. Düzdür, hərçənd ola bilər mən də sənin görmək istədiyin qardaş deyiləm, amma neynəmək olar, olan budur. Biz onsuz da səndən heç vaxt mühüm şeylər barəsində normal adam kimi oturub danışmamışıq. Biz sənlə nə haqda danışacaqdıq ki? Belə də yaşamaq olar. Belə? Belə də yaşamaq olar. Sən, mən, biz. Mən gəlmişdim vidalaşım. Belə də gedirsən, Ha, mən daha burada qalıb neyniyə bilərəm ki? Burada onsuz da hər yer qəbirdir, murdarlıqdır, zilzil. Cəmaat elə bilir ki, onların haqqında kimsə düşünəcək. Amma kimə lazımdır onların haqqında fikirləşmək? Biz qaranlıqda o qədər yaşamışıq ki, işığı görə bilmirik, başa düşürsən? Sənin tanıdığın bir yerdə məktəbə getdiyin adamlar artıq yoxdular, ölüblər. Onların meyitləri həftələrlə küçələrdə qaldı. İyi verib iyilənirlər, heç itlər də onlara yaxın düşmürdü. Axırda apardılar meyitlərini bilməm, bastırdılar. Əgər sən elə bilirsənsə ki, burada bizim üçün asan olub. Biz bilmirdik ya ölmüşük, ya qalmışıq. Biz bilmirdik nə vaxt öləcəyik. Onda belə bir şey oldu, hansı ki mənim heç ağlıma da gəlməzdi, amma elədim. Başa düşürsən? sən nə haqda danışırsan? Heç nə. Necə yaşamışıq o vaxtda? Keçmiş haqda daha bəsdir. İndi gələcək haqda düşünmək lazımdır. Pis şeylərsə yaxşı olar unudasın. Mən sənin ağ köpəyini də kəstim ki, biz acından ölməyək. Kəstim onu, yedik! Biz tezliklə yenidən futbol. İndi qaranlıqdır. Qaranlıqdır. Harada? Küçədə. Yox, səhərdir. Məyər gecə deyil. Yox, səhərdir. Mənə elə gəldi ki, gecədir. O mən necədir? Ömer? Hə də, sənin oğlun. Ömer. Sənin o qadından oğlun olmuşdu. Mənim o qadınla oğlum olmuşdu. Yəqin indi böyümüş olar. 10-11 yaşında. Ha? Yox, Bəs neçə? heç neçə, o ölüb. Belə deyil. Aydındır. Yox. Onlar məni məcbur elədilər ki, mən onu ölənəcən döyüm. Başa düşürsən? Onlar məni məcbur elədilər ki, mən onu döyüm. Mənə məcbur oldum. Məcbur oldum onu ölənəcən döyüm. Gəbərənəcən, başa düşürsən? Döydüm onu. Döydüm, ölənəcən, öldürdüm onu.
Get buradan. Yox.